Talış Respublikası qurulduqdan sonra burada çox açıq məsələlər vardı. Yəni ki, bizim qorxacağımız məsələlər yox idi burada. Silahlı qüvvələrimiz var idi. Bizim ideoloji qüvvəmiz var idi. Bizim dildə danışan qüvvə var idi. İnsanlar ortadaydı. Baxın, yəni burada silahlı qüvvələri artırıb ya sən Azərbaycanda Bakını ələ keçirəcəkdin, yəni Bakıya keçib Bakıda hakimiyyəti ələ keçirəcəkdin, silahlı qüvvələri yeridəcəkdin ora və Bakını tutacaqdın və tamamilə hakimiyyəti ələ alacaqdın. Necə ki, bunu Heydər Əliyev elədi. 1-ci Naxçıvanda hakimiyyəti ələ keçirdi. Oranı müstəqil dövlət kimi elan etdi. Sonra SSR-dən ayırdı. Sonra da Bakıya gəlib çıxdı. Talışlar da belə etməli idi. Yəni birinci özlərinə muxtar respublikanı yaratdın, daha sonra Bakını ələ keçirdin.